Merhaba dostlar, ben Toğrul. Bugün sizlerle birlikte Rivals adlı bir oyunla karşınızdayım. Bu video çəkməzdən əvvəl oyunu bir neçə həftə boyunca oynamışam, səviyyəmi qaldırmışam, silahlar almışam vesaire və ilahi ki, siz mənə baxanda sıxılmayasınız, mən də oynayanda sıxılmayayım. O zaman neyiniyək? Oyunumuza keçiş edək qədər siz kanala abunə olursunuz, bildirişləri açırsınız, like atırsınız ki, mən də daha çox videolar çəkim, daha çox və motivasyonlu videolara, shortlarımı baxa bilərsiniz, baxmaq istəsəniz falan beşməşən. Deməli, mən 1K abunə eləyin və artıq mən çəkişlər eləməyə də başlayacağım. O zaman neyiniyək, çox uzatmadan oyunumuza keçək. Deməli dostlar, oyunumuz açıldı. Xəritəmizi seçək. Əlbəttə ki, biz arena xəritəsini seçəcəyik. Və adam 94 səviyyə kompüter oyuncusudur. Yəni mən bir telefon oyuncusu olduğuma görə rahatlıqla adam mənə qalib gələ bilər. Amma görəcəyik. Hər şey adamın oynayışından falandan filandan asılıdır. Biz öz oyunumuzdan məmnunuq dostlar. Nəysə, adamı unutduq. İlk cəhdimizdən adamı qəşəng bir məğlub eləməyi başardıq. Ancaq gərək bu qalibiyyət axıra kimi olsun. Adam bize asa verir, biz adama asa verir. Abi kardeş necə yani? Hələ rəqs eləmənə zadına bax. İçindən keçəcəm dostum, narahat olma. Yaxşı, sözümüz bastıracaq. Allah. Oy dedim vay ya, bunlar kompüter oyuncusu belə orada. Kompüter oyuncusu belə orada. Heç də yiyənmərəm ki mən bunu. Adamın səviyyəsi də məndən yüksək. Kompüter oyuncusu qardaş. Düşəcək yer təqribən ama bura düşməlidir. Abi qardaş necə yəni? Bir dəfə udacam ya. Udacam bir dəfə. Unuttum, demiştim udacam. Sən mənə udanmazsan balaca. Amma fərqimiz 3-2'dir ya. Məni udma ehtimalı yüksəkdir. Adam tamamladı. Adam burada. Adam mənə çox pis hasar verdi. Ay, qardaş sən necə bir oyuncusan? Sən necə bir kompüter oyuncusan? Mən gərək bunu uduzmuyorum. Mən bunu uduzsam uduzacam. Qardaş sən orada tullanmada öldün. Əşim, ay cəhəm. Deməli, yeni bir oyun tapdım. Əlbəttə ki, yeni arena seçəcəyik. Ki, arena seçilmədi. Bu xəritələr biraz yad olduğuma görə biraz narahatam ki, uduzma ehtimalım olar. Ancaq uduzmaya bilərəm də. Dərhal birinci adamın gələ biləcəyi yerlərə qəşəng pis attı, nor atmamalıydı. Ben tez buralar atar. Adam orada. Arayıt da abi. Yaxşı, qalibiyyətimizi aldıq buna qarşı. Buna yaxşı qalibiyyətimiz, amma çətin oynayırdı da biraz. Bu da kompüter oyuncusu, 92 səviyyədir. Adam orada.
Oya bu da keçdi. Adam mənim içindən keçdi. Bu da güclü oynuyor biraz. Evet demiştim da bu biraz güclü oynuyor. Biraz da komiteri oyuncusu diye. Bunun aldığı FPS ilə mənim aldığım FPS bir deyil. Mənim oyunum arabik kasırdı onu. Çünki mən telefondan bu videonu çəkirəm. Ancaq o kompüter oyuncusudur. Sıx yuxarı. Abi bu göydə sən mənə vura bilməzsən o. Göydə mənə necə vurur? Dostlar, mənə göydə bu necə vura bilər? Bax, göydə mən... Nə bilim axı, göydə... Görüncəmə girdi. Görüncəmə girdi. Adamı tutabilirim. Adam hanı. Adamı tutsam gəbərdəcəm, amma tutu bilmiyorum. Adam mənə 100% görür bax burada. Bu adamı tuta bilmiyorum ancaq. Hardasan? Hardasa vurur mənə. Ben bunun bir yerini tapa bilsem, kaşı olsa tapa bilmiyorum. Aya hardan vurdun ha? Kazandım. Nətər kazandığımı da özüm bilmirəm. Amma nəticədə biz bərabərliyimizi əldə elədik. Mən o zaman bura ufaqdan bir dənə qəşəng şey atım. Aya bu kardeş bu canım güzellidir. Adam mənim təpəmdən bir dənəsini indirir. Canım sıfırlanır. Bu kardeş böyle şey olur. Neyse, olsa yemin. Bu kardeş mənim bu nasıl yemin? Yeni cehennem olsan. Bu oyun biraz təhlükəliləşir. Bu qardaş, nerede sen mən hardan gördün? Nəsə mənə video bəxsizliyidir. Mən hava video çəksəm belə olur. Bizə bunu iqare eləməli olacaq. Bak. Adam özünü atlayır, mən də qalibiyyətimi elan edirəm və yuxarıya fişək atıram. Ancaq adam yenə məndən qabaqdadır. Ora bir dənə füz attım, dəydi. Ayda bu koşma bu Allah hasar verdi. Mənim 100 canım var idi. Dərhal yeni bir oyuna girdim. Bu dəfə qardaşımız 4 səviyyə bir telefon oyuncusudur. Bax kimi 90 səviyyəlik kompüter oyuncularından deyil. Kompüter oyuncularından artıq mən tiksinməyə başlayıram. Adamlar niyəsə çox güclüdürlər. Qoysan hardasın?
O olsan bana hasar da verirsən. Mən ümumiyyətlə kompüter oyuncularına artıq diksinməyə başlayım. Çünki çox xiyar hərəkətlər. Qardaş, mənasız hərəkətlər, çoxlu mənasız hərəkətlər. Telefon oyuncuların evini yıkırlar bunlar. Kompüter oyuncuları telefon oyuncuların evini yıkır. Mesela bu da mənim son düellom olsun. Bundan sonra da videoma bağlayarım böyük ehtimal. Hasar bərk verir. Bərk hasar verir. Oya, bəni öldürdü. Bu məni necə öldürə bilər? Bax. Qəşəng oynayır, qəşəng. 4 səviyyə görə qəşəng oynayır. Hələ hakimiyyət qəşəngdir. Ama tuta bilmiyorum. Yansın tutun diyeceğim. Qardaş biraz acemiliğindendir. Nədən? Qardaş mənim fişəyimi öldür. Fişəyə qaçmazdı. Fişəyə getməzlər. Sən fişəyə gedərsən, fişək də sənə gedir. Sən qaç... Tamam, öldüm bəli. Yaxşı, mən fişəyimi öldürəm. Biraz əlimdə bazuka var ya. Çox uzun məsafəli oynamalıyım da ya. Mənə yaxın məsafə oynamaq düşmür. Aya, bu mənə oynayacaq. Aya, yumruq bana belə şey arayır ha. Yumruqla eləncə şey arayır. Mən yumruqla o şey eləncə güclü bir silah olduğunu bilmirdim. Qardaş, bax, sən mən adammazsan ürək. Gördüyünüz kimi sonunda bir qalibiyyət aldım və xiyarcasına hərəkətlərimi edirəm, bəli. Çox xiyarcasına hərəkətlərimizi elədik. Gəlin qaşa yerə keçim, ay sağ ol, bura qaşaydı məncə. Deməli dostlar, mən bugün sizlər üçün rivası telefondan oynadım. Çox az insan rivası telefondan oynayır, amma mən bugün telefondan oynadım. Deməli, siz mənim vəziyyətimi yerə vurmamaq üçün kanala abunə olmalısınız, bildikləri açıb like atmalısınız, ayrı heç bir şey eləməməlisiniz. Amma like mənim üçün vacibdir. Baxanlar hər kəsən xahiş edirəm ki, like atsın. O zaman bir dəhəki görüşlərdir. Sağ olun, salamat qalın, görüşənədək.